Mahsun Kimya kanalından hər birinizə salamlar. Baxacağımız mövzu alkenlər və alkadenlərin alkenlər olan hissəsidir. Suallara 1, 2, 3, 4, 5 kimi deyil, yalnız aşağıda açıqlama bölməsində olan, yəni nisbətən çətin və düşünmə tələb edən sual şəklində baxacağıq. Sual 20. Sualda nə deyir? Karbohidrogen verilmişdir. Hansı ki bu karbohidrogen alkendir. Molekulunda karbon atomlarının sayı N+1. Molekulda hidrogen atomlarının sayı isə X-dir. X-i müəyyən etməyimiz tələb olunur. Baxın, alkenlərin ümumi formulu yazılarkən CnH2n kimi ifadə edilir. Burada olan N, N+1 ilə əvəz olunmuşdursa, mən həmən bu N-i buraya yazıb, üzərindən bir tanınma nişanı qoyub, daha sonra N+1-ə bərabər edərəm. Yəni, N bərabərdir N+1. Daha sonra yeni aldığım N-i götürüb buradakı N ilə əvəz edərəm. Hidrogen sayı 2 vurulsun N üstü xətt olacaq. Bu da bərabərdir 2 vurulsun N üstəgəl 1. Və buradan da bərabərlik 2N üstəgəl 2 edir. Yəni, karbon sayı N+1 olan alkenin hidrogen sayı 2N+2-dir. Buna uyğun cavab variantımız isə B variantı. Sual 56. Sualda nə deyir? 2 mol alken və 1 mol alkandan ibarət qaz qarışığı artıq miqdarda götürülmüş kalium permanganat məhlulundan buraxılarsa, qabdakı maddələrin ümumi kütləsi neçə qram artar? Bu deyilənləri şəkil formasında yazaq. Bu şəkildə izah daha rahat olacaq. Baxın, 2 mol alken burada, 1 mol alken isə burada göstərilib. Məhlulda baş verən artım hansına görə olar? Biz bilirik ki, alkanlar doymuş karbohidrogenlərdir. Buna görə də onlar kalium permanganat məhlulu ilə reaksiyaya girməz. Ancaq alkenlərdə bir pi rabitəsi olduğu üçün, yəni doymamış karbohidrogenlər olduğu üçün, kalium permanganat məhlulu ilə reaksiyaya daxil olurlar. Bu deyilənləri nəzərə alsam, demək, alkan reaksiyada iştirak etmir. Yəni, qaba daxil edildiyi kimi qabdan xaric olacaq. Ancaq alken reaksiyada iştirak edəcək. Biz də bilirik ki, alkenlər kalium permanganat məhlulunu rəngsizləşdirir və nəticədə heç bir qaz halında və yaxud çöküntü halında maddə alınmır. Bu nə deməkdir? Bu o deməkdir ki, alken nə qədər qaba daxil edilərsə, qabdakı kütlə bir o qədər artacaq. 1 mol alken neçə qramdır? 14 n qramdır. Bəs yaxşı, 2 mol neçə qram olacaq? 1 mola 14 n-dirsə, 2 mola 28 n olar. Yəni 2 mol alkenin kütləsi 28 n edəcək. Və qabdakı artımda bu kütlə qədər, yəni 28 n qədər olacaq. Buna uyğun variantımız da Y variantıdır. Sual 75. Sualda nə deyir? Alkenin molekulundakı sigma rabitələrin ümumi sayı 11-dir. Bu alkenin karbon sayını hesablayaq. Alkenlərdə sigma rabitə sayı karbon-karbon arasında N-1, karbon və hidrogen arasında isə 2N, yəni hidrogenlərin sayı qədərdir. Ümumi sigma rabitə sayı isə 3N-1 olacaq. Sigma rabitələrin ümumi sayı 11-dir. Yəni 3N-1 bərabərdir 11. Buradan 3N bərabərdir 12, N bərabərdir 4 olacaq. Yəni birləşmənin formulu C4H8 imiş. Daha sonra H-xlor ilə Markovnikov qaydası üzrə reaksiyaya daxil olur. Mən də bilirəm ki, bu C4H8-in 2 cür düz zəncirli quruluşu var. Bu quruluşları yazaq. Baxın, göründüyü kimi ikinci quruluşda 2 qat rabitə ilə birləşən karbonlardakı hidrogen sayı bərabərdir. Ancaq birinci quruluşda 2 qat rabitə ilə birləşən karbonların hidrogen sayı fərqlidir. Yəni, Markovnikov qaydası üzrə reaksiyanın baş verməsi birinci quruluşa əsasən olacaq. Məndən nə soruşulur? X maddəsini müəyyən edin. Bunu adlandırsaq 1, 2, 3, 4. Nə olacaq? Buten 1. Buna uyğun cavab variantımız isə C variantı. Yəni buten 1 olan variant olacaq. Sual 86. Nə deyir sualda? Alkendir. 1 molunun tam yanmasından alınan suyun kütləsi 18 vurulsun N-1-dir. Molekulunda hidrogen atomlarının sayını hesablayın. İlk öncə nə edəcəm? Alkendən suyun alınması reaksiyasını, yəni alkenin yanması reaksiyasını yazacağım. Göründüyü kimi 1 mol alkendən N qədər su alınır. Bu nə deməkdir?
Bu o deməkdir ki, əgər mən suyun üzərinə onun kütləsini yazsam, nə olacaq? N gələcək bura 18N. Yəni 1 mol normal alkenindən 18N qədər su alınır. Sualın şərtində isə deyilir ki, alkenin 1 molunun yanmasından 18 vurulsun, N çıx 1 qədər nə alınıb? Su alınıb. Mən burada olan N-i buna bərabər etsəm, N üstü xətt bərabərdir, N çıx 1 olacaq. Bu xətt normalda olan N-in tanınması üçün istifadə olunan tanınma nişanıdır. Demək, N bərabərdir, N çıx 1. Alkenlərin formulu yazılarkən necə yazılır? CnH 2N kimi yazılır. Mən burada olan N-i gətirib burada yerinə qoyuram. Necə olacaq? 2 vurulsun, N çıxılmış 1. O da bərabərdir, 2N çıx 2. Yəni, əgər alkenin 1 mol yanarkən 18 vurulsun, N çıx 1 qədər su alınıbsa, onun hidrogen atomlarının sayı da 2N çıx 2 qədərdir. Buna uyğun olan cavab variantımız D variantı olacaq. Sual 89. Sualda nə deyir? 0,2 metrin kubu havada neçə litr etilen yandırmaq olar? Havada oksigen həcm payı isə 21%dir. İlk öncə tapmalıyam nəyi? 0,2 metr kubu havada nə qədər oksigenin olduğunu. 0,2 metr kubu bərabərdir 200 litrə. Niyə? Çünki 1 metrin kubu 1000 litrdir. Yəni 1 tondur. İndi bu 200 litrin 21%-i oksigendir. 200 vur 21 böl neçə? 100. O da bərabərdir neçəyə? 42 litrə. Deməli, 200 litr havada 42 litr oksigen var. Daha sonra etilenin yanma reaksiyasını yazıram. Etilenin oksigende yanması zamanı 1 mol etilenə 3 mol oksigen düşür. Yəni 1 mol etilen 3 mol oksigenə reaksiyaya girir. İndi mən bunu litr kimi götürsəm, 1 litr etilenə 3 litr oksigen sərf olunur. Bəs nə qədər etilenə 42 litr oksigen sərf olunar. Buradan x-i tapsam, x bərabərdir 42 vurulsun 1 bölünmüş 3. Yəni 14. Demək, bizə verilən havada 14 litr nə yandıra bilərəm? Etilen yandıra bilərəm. Cavab olacaq nə? A variantı. Sual 108. Sualda nə deyir? Alkenin tam yanmasına 6 litr oksigen sərf olunarsa, reaksiyadan neçə litr CO2 qazı ayrılar? İndi mən nə etməliyəm? İlk növbədə alkenin yanma reaksiyasını yazmalıyam. Alkenin yanma reaksiyasına baxsaq, görərik ki, 1 mol alkenin yanmasına 3n böl 2 qədər oksigen sərf olunur. Sualda isə deyilir ki, 6 litr oksigen sərf olunur. Demək, nə edəcəm? 3n böl 2-ni 6-ya bərabər edəcəm. 3n böl 2 bərabərdir 6. 3n bərabərdir 12. N neçə olar? N bərabərdir 4. Deməli, karbonun sayı neçə imiş? 4 imiş. Hidrogen sayı necə olacaq? Olacaq 8. İndi sualda mənə nə deyir? Reaksiyadan neçə litr CO2 ayrılar? Mən də N-in 4 olduğunu tapdım. Deməli, nə qədər karbon qazı ayrılacaq? 4 mol CO2 qazı ayrılar. Cavab variantımız olacaq A variantı. Sual 115. Sualda nə deyir? Eyni sayda karbon atomu olan alkanlarla alkenlərin sigma rabitələrinin fərqini göstərin. Baxın, eyni sayda karbon atomu dediyi üçün elə karbonların sayını N kimi götürərəm. Yəni, alkanın formulu CnH2n plus 2, alkenin formulu isə CnH2n şəklində olacaq. Baxın, karbonların sayı eynidir. Alkanlarda sigma rabitələrin sayı karbon-karbon arasında N-1, karbon-hidrogen arasında isə hidrogenlərin sayı qədərdir. Yəni 2N plus 2 qədərdir. Bunları toplasam 3N plus 1 qədər sigma rabitə olar. Alkenlərdə sigma rabitə sayı karbon-karbon arasında N-1, karbon-hidrogen arasında isə hidrogenlərin sayı qədər. Yəni 2N qədərdir. Bəs indi bunları toplasam nə olacaq? 3N çıx 1 qədər olacaq. Məndən isə sualda bunların ümumilikdə fərqini soruşur. Yəni alkanla alkenin fərqi nə qədərdir? Mən tapdığım bu axırıncı, hansı ki alkenlərdəki sigma rabitələrin ümumi sayını gətirib burada yerinə qoyacam. Nə olacaq? 3n plus 1 çıxılmış 3n çıx 1. Bununla bu getsə, yerdə nə qalır? Müsbət 1 çıx mənfi 1, o da eləyir neçə? 2. Deməli, karbon sayı eyni olan alkan və alken arasında sigma rabitələrin ümumi sayının fərqi 2-dir. Cavab variantımız isə buna uyğun olaraq D variantı olacaq. Sual 120.
Sualda nə deyir? Ən az karbon atomu və bir asimetrik karbon atomu olan alkenin H-xlor ilə reaksiyasından alınan məhsulu göstərin. Baxın, ilk növbədə asimetrik karbon atomu olan və karbon sayı ən az olan alkenin quruluşunu yazıram. Quruluşu necə yazaram? Quruluşu yazan zaman ilk növbədə 2 qat rabitədən başlayaram. Yəni CH2, 2 qat rabitə CH, xət. Bildiyimiz kimi, bu 2 qat rabitəli karbonların heç biri asimetrik ola bilməz. Niyə? Çünki asimetrik karbon atomuna 4 müxtəlif radikal birləşməlidir. Deməli, buna birləşən karbon asimetrik ola bilər. Bu necə eləyərik? Baxın, karbona bir dənə hidrogen birləşdirirəm, yuxarıya bir dənə CH3. Karbon sayının az olması üçün aşağıda bir dənə CH2, CH3 birləşdirirəm. Baxın, müxtəlif radikallar oldu. 1, 2, 3, 4. Daha sonra deyir ki, bu maddə H-xlor ilə reaksiyaya daxil olur. H-xlor ilə reaksiyası Markovnikov qaydası üzrə baş verəcək. Niyə? Çünki 2 qat rabitə ilə birləşən karbonlardakı hidrogen sayı fərqlidir. Bu o deməkdir ki, H-xlorda olan hidrogeni çox olan karbona, xloru isə hidrogeni az olan karbona gələcək. Nəticədə quruluş bu şəkildə olacaq. Yəni, baxın, hidrogen gəldi hidrogeni çox olana, xlor isə gəldi hidrogeni az olan karbona. İndi nə edəcəyik? Bunu adlandıracağıq. Bunu necə adlandırarıq? Karbon zəncirinin nömrələnməsi xlor atomu yaxın olan ucdan aparılacaq. 1, 2, 3, 4, 5. İndi bunu adlandıraq. 2 xlor, 3 metil, nə? Pentan. Niyə? Çünki əsas zəncirdə 5 dənə karbon var. Buna uyğun olan variantımız da nə olacaq? 2 xlor, 3 metil pentan olan. Yəni B variantı. Sual 123. Sualda nə deyir? CnH2n formuluna uyğun alkenlə maksimum neçə mol xlor birləşmə və əvəzetmə reaksiyasına daxil ola bilər. Baxın, CnH2n doymamış karbohidrogen formuludur. Bunun doymuş olması üçün üzərinə 2 hidrogen gəlməlidir. Düzdürmü? İndi mən bu hidrogeni yox, bunun əvəzinə nə yazıram? Xlor yazıram. Yəni, üzərinə gələn 1 mol xlor 2. Baxın, burada 2 dənə xlor atomu var, düzdürmü? Bu necə olacaq? Bu olacaq CnH2n xlor 2. Bu neynədir? Keçid doymuş hala. Baxın, bu tərəf doymamışdı, bu tərəf isə doymuş haldır. Doymuş halda olduğu üçün bu artıq özünə xlor birləşdirə bilməz. Yalnız xlorla əvəz etmə reaksiyasına daxil ola bilər. O da nə qədər? Hidrogenlərin sayı qədər. Niyə? Çünki xlor hidrogenlə əvəz etmə reaksiyasına daxil olur. Yəni hidrogenlə əvəzlənir. İndi burada nə qədər hidrogen var? 2n qədər. Deməli maksimum nə qədər xlor əvəz oluna biləcək? 2n qədər xlor əvəz oluna biləcək. İndi bayaqları 1 mol xloru birləşdirdik. Əlavə olaraq da birləşəndən sonra 2n qədər xlor əvəzlənə bilər. Deməli, cəmi nə qədər olacaq? 2n plus 1 qədər xlor həm əvəzlənmə, həm də birləşmə. Yəni, hər ikisi bir yerdə reaksiyaya daxil ola bilər. Cavab olacaq nə? A variantı. Sual 159. Sualda nə deyir? Hansı alkenin 7,2 qram su ilə reaksiyasından 24 qram spirt alınır? Baxın, biz bilirik ki, alkenlər doymamış karbohidrogenlərdir və molekullarında bir pi rabitəsi olur. Bu o deməkdir ki, 1 mol alken 1 mol su birləşdirə bilər və onun özünə su birləşdirməsi nəticəsində spirt alınır. Tutaq ki, X alkenidir, üzərinə su gəlinib, alınıb spirt. Suyun kütləsi 7,2 qram. Spirtin kütləsi isə 24 qramdır. Kütlələrin saxlanması qanunundan bizə məlumdur ki, reaksiyaya daxil olan maddələrin kütlələri cəmi reaksiyadan alınan maddələrin kütlələri cəminə bərabərdir. Yəni, A üstə gəlinsin 7,2 bərabərdir 24. Burada A bərabərdir 16,8 qram. Bu nəyin kütləsidir? Bu, alkenin kütləsidir. Biz bilirik ki, 1 mol alken 1 mol su birləşdirə bilir. İndi bizə verilənlərə nəzər salsaq, 7,2 qramı nə qədər alken birləşdirir? 16,8 qram alken birləşdirir. Bəs yaxşı, 18 qram suyu nə qədər alken birləşdirər? Məsələn, B qədər. B bərabərdir neçə olacaq? 42. Deməli, alkenin kütləsi nə qədər imiş? 42 imiş. 42 də nəyə uyğun gəlir? 14n bərabərdir 42.
n bərabərdir 3. Deməli, alkenin formulu necəymiş? C3H6 imiş. Buna uyğun olan cavab variantımız nə olacaq? B variantı. Sual 168. Sualda X karbohidrogeni verilib və həmin karbohidrogenin tərkibində olan hidrogenin kütləsinin karbohidrogenin ümumi kütləsinə olan nisbətinin 1/7 olduğu verilib. Daha sonra isə qeyd olunub ki, bu karbohidrogenin molekulunda pi rabitəsi var. Bu nə deməkdir? Pi rabitəsi olmayan karbohidrogenləri birbaşa sualın cavablarından siləcəm. Burada pi rabitəsi olmayan karbohidrogenlər hansılardır? Alkanlardır və sikloalkanlardır. Yerdə nə qaldı? Qaldı alkinlər və alkenlər. Alkinlərdə olan hidrogen kütləsi 2n/2 qədər, alkinin ümumi kütləsi isə 14n/2 qədərdir. Alkenlərdə isə hidrogen kütləsi 2n qədər, molekulun ümumi kütləsi isə 14n qədərdir. Biz bunları ixtisar etsək, cavaba uyğun olan hansı olacaq? 2n bölünmüş 14n olan. Çünki bunlar ixtisar olduqda 1n bölünmüş 7n qalır. Yəni, bizə uyğun olan variant yalnız 2B variantı olacaq. Sual 171. Sualda nə deyir? 1 mol alkenin müəyyən hissəsinin tam yanmasından 3 mol karbon qazanılmışdır. İlk növbədə nə edirəm? 1 mol alkenin yanma reaksiyasını yazıram. Daha sonra isə mənə verilənləri burada, yəni yazdığım tənlikdə yerinə qoyuram. 1 mol alkenin yanmasından 3 mol karbon qazanılıb. Burada N-in yerinə yazıram 3. Əgər 3 mol karbon qazı alınmışdırsa, deməli 3 molda nə alınıb? H2O alınıb. Niyə? Çünki bunlar N-in N-ə nisbətdə alınırlar. Demək, bu alkenin müəyyən hissəsinin yanmasına 3 mol karbon və 6 mol hidrogen istifadə olundu. Bəs yaxşı, nə qədər də qaldı? Bunu necə taparam? Alkenin başlanğıc karbon və hidrogen sayını CnH2n kimi yazsam, qalan karbon və hidrogenlərinin sayı Cn-3 qədər karbon, H2n-6 qədər hidrogen olacaq. Ümumilikdə atom sayı necə olacaq? Bununla bunu toplayacağam. Yəni 3n-9 qədər atom qalacaq. Buna uyğun olan variantımız A variantıdır. Sual 173. Sualda nə deyir? 1 mol alkenin müəyyən hissəsinin tam yanmasına 1 mol oksigen sərf olunmuşdur. Bu alkenin qalan hissəsinin tam yanmasına neçə mol oksigen sərf olunar? İlk yazacağım hissə CnH2n plus 3n/2 qədər oksigenin reaksiyaya daxil olmasıdır. Oksigenin başlanğıc mol sayının 3n/2 qədər olduğunu nəzərə alsam və sərf olunan mol sayının 1 olduğunu nəzərə alsam, qalan mol sayı nə qədər olacaq? 3n/2 çıx 1 qədər. O da bərabərdir 2 üstü 3n çıxılmış 3. Buna uyğun gələn variantımız da nə olacaq? A variantı. Sual 180. Sualda nə deyir? Radikalların birləşməsindən əmələ gələn alkenlər. Birincidə R1, R2 radikalı ilə, ikincidə isə R1, R3 radikalı ilə əmələ gəlir. Burada ilk diqqət edəcəyim hissə ondan ibarətdir ki, R1, R1 radikalı bərabərdir, yəni eyni radikaldır. Alken molekulunda hibrid orbitallarının sayı birincidə 10, ikincidə isə 14-dür. Verilən hibrid orbitallarının sayını nəzərə alaraq, birinci və ikinci alkenda nə qədər karbon atomlarının olduğunu tapaq. Birincidə 10 dənə hibrid orbital var. Mən də bilirəm ki, alkenlərdə hibrid orbital sayı 4n/2 düsturu ilə hesablanır. Yəni 4n/2 bərabərdir 10, 4n bərabərdir 12. N bərabərdir neçə olacaq? 3. Deməli, birincinin formulu C3H6 imiş. Bəs ikincidə necə olacaq? 4n/2 bərabərdir 14, 4n bərabərdir 16, n bərabərdir 4. Yəni, quruluş C4H8 formasında olacaq. Daha sonra nə deyir? İkinci alken cis trans izomer əmələ gətirmiş. Yəni, onun quruluşu CH2, CH, CH2, CH3 şəklindədir. R2 və R3 radikallarının birləşməsindən əmələ gələn alkan molekulunda neçə polyar sigma rabitə var? Baxaq, indi birincinin quruluşunu yazaq. Necə olacaq? CH2, 2 qat rabitə CH,
CH3. Düzdür? Baxın, hər ikisində R1 bərabərdir. Yəni, bu və bu R1-dir. O zaman R2 olacaq CH3, R3 olacaq CH2, CH3. Bunların birləşməsindən nə əmələ gələcək? C3H8. Düzdür? Deməli, əmələ gələn alkan nə imiş? Propan imiş. Daha sonra deyir ki, bu alkan molekulunda neçə polyar sigma rabitə var? Polyar sigma rabitə sayı dediyi üçün hidrogen və karbonların birləşdiyi rabitə sayına baxacam. Yəni, bu rabitələrin sayı hidrogenlərin sayına bərabər olacaq. 8 dənə hidrogen olduğu üçün 8 dənə də polyar sigma rabitəsi olacaq. Cavab variantımız isə B variantı. Sual 198. Sualda nə deyir? Maddə verilib, alkendir, hidrogenləşmə məhsulunun molyar kütləsi 2x, hidratlaşma məhsulunun molyar kütləsi isə 3x çıxılmış 6-dır. Alkenin ümumi formulunu CnH2n kimi yazaq. Hidrogenləşmə məhsulu necə olacaq? CnH2n plus 2. Bu 2 nəyi göstərir? Onu göstərir ki, alkenlərdə bir pi rabitəsi var. Ona görə 1 mol hidrogen birləşdirə bilər və yaxud 1 mol su birləşdirə bilər. İndi biz bu 2-ni hidrogenə görə yazmışıq. Çünki 1 mol hidrogen 2 qramdır. Bəs yaxşı, hidratlaşma necə olacaq? CnH2n plus 18. İndi deyir ki, bu bərabərdir 2x, bu isə bərabərdir 3x çıxılmış 6. Mən bunları bir-birinə nəzərən fərqləndirsəm, görərəm ki, buradakı yaranan fərq nəyə görə yaranır? Baxın, CnH2n-lər eynidir. Bundan bunu çıxsam, 18-dən 2-ni çıxmış olacam. Yəni, 3x çıx 6 çıx 2x bərabərdir 18 çıxılmış 2. Buradan x çıxılmış 6 bərabərdir 16. X bərabərdir 22. Bunu tapdım. İndi nə edəcəm? Bu aldığım x-i gətirib burada qoyacam yerinə. Bu neçə eləyəcək? 2x bərabər olacaq 44 qrama. Baxın, bu 44 qramın içində birləşən 2 qram hidrogen var. Yəni, alkenin kütləsi nə qədər imiş? 44 çıx 2 qədər. Bunun kütləsi olacaq 42 qram. İndi 14 n bərabərdir 42. N neçə olacaq? N bərabərdir 3. Deməli, birləşmənin formulu nə imiş? C3H6 imiş. İndi bu da məndən nə soruşur? Alken molekulunda karbon atomlarının sayını hesablayın. Karbon atomlarının sayı neçə olacaq? 3. Cavab 3-dür. Sual 200. Sualda deyilir ki, 2 mol alkenin kütləsi A-dır. Tam yanmasına sərf olunan oksigen kütləsi isə A plus 136 qramdır. Alkenin molekulunda hibrid orbitallarının ümumi sayını müəyyən edin. Bu sualı necə hesablayaram? Baxaq. İlk öncə alkenin oksigenlə reaksiyasında əmsalları n ilə müəyyən edək. CnH2n üstə gəl 3n böl 2 sayda oksigen. Yəni 1 mol CnH2n alken 3n bölünmüş 2 sayda, yəni mol sayda oksigenlə reaksiyaya daxil olur. İndi mən bunu 1/5 n kimi, oksigeni də 32 kimi götürsəm, yəni 32 qramdır, necə olacaq? 14 n-ə 48 n olacaq. Niyə? Çünki 32-ni vuracam 1/5-ə, eləyəcək neçə? 48 n. İndi bu yazdıqlarım, yəni 14 n-ə 48 n 1 mol üçün nəzərdə tutulub. Bəs yaxşı, 2 mol üçün necə olacaq? 2 mol üçün olacaq artıq 28 n-ə 96 n. Düzdür? İndi bu mənə nə deyir? Deyir ki, 28 n A-dır, 96 n isə A plus 136-dır. Yəni mən 96 n-dən 28 n-i çıxsam, necə olacaq? Bərabər olacaq A üstə gəl 136 çıx A. Düzdür? İndi bununla bu getdi. Nə qaldı? 68 n bərabərdir 136. N neçədir? N bərabərdir 2. N-i tapdıq. Deməli, bu alkenin karbon sayı neçə imiş? 2 imiş, hidrogen sayı isə 4. Yəni, ümumi formul C2H4 olacaq. İndi məndən nə soruşur? Deyir ki, alken molekulunda olan hibrid orbitallarının ümumi sayını müəyyən edin.
Hibrid orbitallarının ümumi sayı da alkenlərdə necə hesablanırdı? 4n çıx 2 ilə. Yəni 4 vurulsun 2 çıx 2. O da bərabərdir 6. Cavabımız nə olacaq? Cavab olacaq 6. Sual 210. Sualda nə deyir? Eyni kütlədə götürülmüş S2H4 və S3H6-dan ibarət qarışıq tam yandırıldıqda 528 qram CO2 alınır. Mən nə edəcəm? İlk növbədə S2H4 və S3H6-nın yanma reaksiyasını yazacağam. Bütün reaksiyanı yazmıram, sadəcə belə yaza bilərəm də bunu. 1 mol S2H4-ə 2 mol CO2 alınır. 1 mol S3H6-ya 3 mol CO2 alınır. Düzdürmü? İndi S2H4-ün kütləsi 28 qram, S3H6-nın kütləsi isə 42 qramdır. Bu mənə deyir ki, bunların hər ikisinin kütləsi eynidir. Həmişə belə kütlə eyni olan, yəni m bərabərdir m kimi götürülən suallarda böyük olan rəqəmi seçirəm. Yəni mən kütləni nəyə bərabər edəcəm? 42-yə bərabər edəcəm. Əgər hər ikisinin kütləsi 42 qramdırsa, deməli S2H4 1,5 mol götürülüb. 1,5 mol götürülübsə, alınan CO2-nin də miqdarı 3 mol olacaq. İndi bu aldığım rəqəmlərdən istifadə edərək cavabı tapaq. Baxın, 2,5 mol başlanğıc qarışıq olanda 3, yəni 6 vurulsun 44 qram 264 qram karbon qazanılır. Bu mənə deyir ki, 528 qram alınıb. Bəs yaxşı, neçə mol olmalıdır ki, 528 qram karbon qazı alınsın? Buradan n çıxır 5. Deməli, başlanğıc qarışığımız 5 moluymuş. Bəs yaxşı, 5 molda nə qədər S2H4 və S3H6 var? Onu da necə taparıq? Baxın, 2,5 molda 1,5 mol S2H4 varsa, 5 molda nə qədər olacaq? Yəni, bax, 2,5-ə 1,5-dir. Bəs yaxşı, 5-ə nə qədər olar? 2,5-ə 1,5-dirsə, 5-ə olacaq 3. Bu 3 nədir? S2H4. Yəni S2H4 3 moluymuş. Yerdə qalan 2 mol da nəyə aid olacaq? S3H6-ya aid olacaq. Deməli, qarışıqda ümumi nə qədər var imiş? 3 mol S2H4, 2 mol S3H6 var imiş. Sualda bizdən nə soruşur? Soruşur ki, başlanğıc qarışığın kütləsi neçə qramdır? Baxın, 2 mol S3H6-nın kütləsi nə qədər olacaq? 2 vurulsun 42 qədər. Bu da bərabərdir 84 qram. Mən də bilirəm ki, bunların hər ikisinin başlanğıc kütləsi sualın şərtində dediyi kimi eyni idi. Yəni, eyni kütlədə götürülmüşdü. Ona görə 84 qram budursa, 84 qram da elə bu olacaq. Cəmsidə nə qədər edəcək? 168 qram. Yəni, cavab olacaq nə? 168. Sual 212. Sualda nə deyir? Deyir ki, qarışığın tərkibi S2H4 və S2H6-dır. Qarışığın maddə miqdarı mol. Yəni, qarışıqda ümumi mol miqdarı 2-dir. Qarışığa əlavə edilən hidrogenin maddə miqdarı mol. Yəni, əlavə edilən hidrogen nə qədərdir? 2 moldur. Tam hidrogenləşmə reaksiyasından sonra qarışıqda maddə miqdarı mol. Yəni, qarışığın son mol sayı 3,5-dir. Başlanğıc qaz qarışığında neçə mol etan olduğunu hesablayın. Mən bilirəm ki, etan hidrogenləşə bilməz. Niyə? Çünki doymuş karbohidrogendir. Bəs yaxşı, burada hidrogenləşən nədir? S2H4. Niyə? Çünki alkendir və bir pi rabitəsi var ki, 1 mol hidrogen ilə birləşmə reaksiyasına daxil olaraq 1 mol doymuş karbohidrogen əmələ gətirir. İndi bu deyilənləri nəzərə alaraq yazaq. 1 mol S2H4 üstəgəl 1 mol H2 nə alınır? 1 mol S2H6. 1 mol S2H6 üstəgəl hidrogen bu reaksiya getmir. Və nəticədə ilə 1 mol S2H6 reaksiyadan neyinir? Girdiyi kimi çıxır. Yazdığımıza diqqətlə baxsaq görərik ki, başlanğıc qazların, burada hidrogendən söhbət getmir, başlanğıcdakı mol miqdarı reaksiyadan sonraki mol miqdarına bərabərdir. Yəni 2 mol qaz reaksiyaya girmək üçün daxil olmuşdursa, reaksiyadan alınan karbohidrogenlərdə 2 mol olmalı idi.
Ancaq nə qədər olub? 3,5. Bu o deməkdir ki, burada artıqlıq var və bu artıqlıq nəyin artıqlığıdır? Hidrogenin artıqlığıdır. Hansı hidrogenin? Reaksiyaya girməyən hidrogenin. İndi 3,5-dən çıxsam 2, nə qalacaq? Qalacaq 1,5. Yəni 1,5 mol hidrogen artıq qalıb. Bu artıq qalan hidrogendir. Bəs yaxşı, nə qədər hidrogen reaksiyaya daxil olub? 2 çıxılmış 1,5. O da bərabərdir 0,5. Yəni 0,5 mol hidrogen reaksiyaya daxil olandır. İndi 0,5 mol hidrogeni buraya yazsam, deməli 0,5 molda C2H4 reaksiyaya daxil olub. Düzdürmü? Başlanğıc qaz qarışığındakı etanın neçə mol olduğunu soruşur. Etan da C2H6-dır. Baxın, 2 molun 0,5 molu C2H4 imişsə, elə 2-dən çıxıram 0,5, bu da bərabərdir 1,5. Bu da nəyin moluymuş? C2H6-nın mol sayıymış. Deməli, nə qədər imiş? 1,5 mol. Cavab nə olacaq? 1,5 mol C2H6 var imiş. Gəldik çatdıq artıq videomuzun sonuna. Sizə belə bir məlumat verim ki, əgər siz də bizimlə hazırlaşmaq istəyirsinizsə, yuxarıda göstərdiyimiz nömrənin WhatsApp-ına və yaxud Instagramda Masum Kimya kanalının direkt bölməsinə öz istəyinizi yazıb bizə bildirə bilərsiniz. Hələlik, sağ olun, görüşənədək.